Salam dostlar, hər vaxtınız xeyir olsun. Kanalımda da söz verdiyim kimi major valyutalar üzərindən market analizi eləyəcəm və bunu sizlərlə paylaşacağam. İlk növbədə onu bilməlisiniz ki, bu qəti olaraq yatırım tövsiyəsi deyil. Yəni burada mən konkret olaraq heç kəsə siqnal vermirəm. Sadəcə və sadəcə olaraq dediyim kimi səsvermədə ən çox səs yığan valyutaların belə deyim, həftə ərzində güclü dəstək və dirənc nöqtələrini, belə deyim, daha doğrusu dəstək və dirənc səviyyələrini, səviyyə qiymətlərini belə desək, çəkib sizlərlə paylaşacağam. Demək dostlar, səsvermədə ən çox səs alan valyutalar qızıl, Euro USD, Nasdaq, Bitcoin və Ethereum valyutaları idi. Təbii ki, bir şey də unutmayın ki, mən bu analizlərimi sırf öz strategiyama uyğun analiz edib sizlərlə paylaşıram. Gələk indi isə hamının ən çox sevdiyi, hamının ən çox belə deyək, maraq göstərdiyi valyutalardan biri qızıla. Hətta qızıl səsvermədə birinci yerə çıxmışdı. Ən çox dostlarımız qızılın analizini istəyirdi. Demək, qızılda bizim birinci nömrəli dəstək bölgəmiz gəlir düşür 4510 qiymətinə. Yəni qızılda 4510 səviyyəsi belə deyək, güclü birinci nömrəli dəstək bölgəmizdir. Daha sonra isə ikinci nömrəli bizim dəstək bölgəmiz isə gəlir düşür 4100 dollara. 4100 dollar səviyyəsi isə qızılda ikinci nömrəli güclü dəstək bölgəmizdir. Demək dostlar, qızılda bizim dirənc nöqtələrimiz isə birinci nömrədə 4835 səviyyəsi, daha sonra isə ikinci ən güclü dəstək dirənc nöqtəmiz isə 4890 qiymətlərdir. Yəni bunlar qızılda hal-hazırda çox güclü bir şəkildə güclü dirənc səviyyələri hesab olunur. Gələk isə ikinci səsvermədə ən çox səs yığan valyutalardan biri Euro dollara. Euroda demək birinci güclü dirənc səviyyəmiz 1.17905, 2 nömrəli isə güclü dirənc bölgəmiz isə 1.18492 qiymətidir. Euronun dəstək qiymətlərinə isə gəldikdə görürük ki, demək 1.15053 bir nömrəli dəstək bölgəmizdir. 1.14110 isə bizim 2 nömrəli dəstək bölgəmizə gəlib düşür. Gələk indi dostlar, Nasdaq endeksinin güclü dəstək və dirənc səviyyələrini təyin eləmək üçün Nasdaqda demək bir nömrəli bizim dəstək nöqtəmiz 26404 səviyyəsidir. Yəni bu bir nömrəli bizim dəstək nöqtəmizdir. İkinci nömrədə isə bizim dəstək nöqtəmiz isə gəlir düşür 23511 qiymətinə. Yəni hal-hazırda bildiyiniz kimi Nasdaq ATH eləyib, yəni all time high, yəni rekord qiymətlərini vurub. Yəni ona görə hal-hazırda demək olar ki, Nasdaqın dirənc nöqtələri yoxdur. Yəni gördüyünüz kimi indiyə qədər gördüyü ən pik səviyyədədir. Amma dediyim kimi Nasdaqın dəstək səviyyələri isə bir nömrəli 26404, 2 nömrəli isə 23511 səviyyəsinə gəlir düşür. İndi isə dostlar, kriptovalyuta ilə məşğul olanlar üçün bu daha çox maraqlı ola bilər. Mənim də ən çox sevdiyim valyutalardan biri Bitcoin'dir. Bitcoin analizini eləyəcəyik. Bitcoin'də isə baxırıq ki, ən güclü birinci səviyyələrdən biri, güclü dəstək səviyyələrindən biri Bitcoin'də 73741.53 sent səviyyəsidir. İkinci isə güclü dəstək nöqtəmiz isə 64931 dollar səviyyəsidir. Yəni bu iki səviyyə çox güclü bir şəkildə dəstək rolunu oynayır hal-hazırda. Güclü dirənc səviyyəmiz isə hal-hazırda Bitcoin'də 79523 qiymətidir. Yəni bu 79523 dollar qiyməti Bitcoin'də güclü bir şəkildə dirənc qiyməti hesab olunur. Gələk indi isə dostlar Ethereum kriptovalyutasının analizinə. Ethereum'da
birinci nömrəli dəstək bölgəsi gəlir düşür 2174 dollar 31 sentə. Bu bizim birinci nömrəli dəstək bölgəmizdir. İkinci nömrəli isə dəstək qiymətimiz gəlir düşür hara? 2015 dollar 85 sentə. Yəni bu iki səviyyə çox güclü bir şəkildə dediyim qiymətlər dəstək rolunu oynayır hal-hazırda. Ethereumun ən güclü dirənc qiyməti isə gəlir düşür 2467 dollar 91 sentə. Yəni bu səviyyə hal-hazırda Ethereumda çox güclü bir şəkildə dirənc rolunu oynayır. Bir daha təkrardan qeyd edirəm dostlar, bunların heç biri yatırım tövsiyəsi deyil, sadə və eyni anda siqnal deyil. Sadəcə yenə deyirəm, mən öz strategiyamdan əsaslanaraq valyutaların, sizin seçdiyiniz valyutaların güclü bir şəkildə olduğu dəstək və dirənc qiymətlərini sizə göstərdim. Bu mövzu ilə belə deyək, əlavə olaraq kiminsə nəsə sözü, daha doğrusu fikri, təklif olarsa, buyurub kommentlərdə yaza bilər. Sağ olun, növbəti videolarda görüşənə qədər.